son 10-15 il ərzində elektrikli avtomobillərə tələbatın artdığını biz görə bilirik. Azərbaycanda bu proses təxminən son 3-4 il ərzində başladı, xüsusən pandemiyadan sonra. Dünyada isə bununla bağlı məsələ əsasən yaşıl agenda ilə bağlıdır. İstərsə dünyada, istərsə də Azərbaycanda son 10-15 il ərzində elektrikli avtomobillərə tələbatın artdığını biz görə bilirik. Azərbaycanda bu proses təxminən son 3-4 il ərzində başladı, xüsusən pandemiyadan sonra. Bunun özünün də əsaslı səbəbləri var, amma dünyada isə bununla bağlı məsələ əsasən yaşıl agenda ilə bağlıdır. Yəni bir çox dövlətlər, dünya qurumları qlobal iqlim dəyişikliyi ilə əlaqədar olaraq elektrikli avtomobillərə və elektrikləşməyə keçidin tərəfdarı olduğunu bildirdilər və ümumiyyətlə bu texnologiyaya təşviq kampaniyası başlatdılar, müəyyən endirimlər, müəyyən imtiyazlar falan və bunun nəticəsində də bazarda müəyyən şirkətlər ortaya çıxmağa başladı ki, artıq bunlar elektrikli avtomobil bazarını yaratdılar və burada öncülərdən oldular. Hansı ki, bu şirkətlərdən ən böyüyü Tesladır və bunun ilkin olaraq başlanğıcı elə ABŞ-da başladı və ardınca isə Avropa və Çində də bu estafet davam etdi. Azərbaycanda isə bu məsələ əsasən gömrük endirimlərindən sonra həm hibrid, həm də elektrikli avtomobillərə olduqca böyük və yaxşı sayıla biləcək bir endirim çərçivəsində başladı və insanlar elektrikli avtomobilləri test etməyə başladılar və onlar üçün pozitiv olanlar, belə deyək, digərlərinə də tövsiyə etdikcə elektrikli avtomobillərin payı bazarda böyüməyə başladı. Bazarın belə böyüməsi və həm dünyada, həm Azərbaycanda təşviqat kampaniyasının və endirimlərin, imtiyazların artması bazarda rəqabətin artmasına səbəb oldu. Bu bazarda ilk dəfə olaraq rəqabətdən faydalanan və bazar payını artıraraq dəyərini artıran şirkət təbii ki, Tesla oldu. Onlar ilk öncə Amerikada, sonra isə Avropada və digər ölkələrdə öz modellərini satmağa başladılar və zaman keçdikcə öz model sayını artırmağa və keyfiyyəti artırmağa başladılar. Ardınca isə Çin dövlətinin çox böyük təşviqat xarakterli işlər çərçivəsində Çin brendləri də elektrikləşməyə başladılar. Bura istərsə hibrid, istərsə plug-in hibrid, istərsə tamamilə saf elektrikli avtomobil modelləri daxildir. Son 5-6 il ərzində isə Çində çox böyük sayda avtomobil brendləri ortaya çıxmağa başladı ki, bazara çox ucuz qiymətə müxtəlif növ modellər təqdim etdilər və artıq Avropa və Amerika brendləri, hətta Yapon, Koreya brendləri üçün təhlükə yaratmağa başladılar. Təbii ki, burada Teslanın artıq bazar payı itirməsi normal bir şey idi. Çünki həm model sayının çox olmaması, həm elektrikli bazarın nə qədər də insanlara maraqlı olsa da hələ ki niş bir sahə sayılması bazarın müəyyən qədər doyumluluğuna gətirib çıxardı və nəzərə alsaq ki, Tesla müəyyən qədər premium sayılır və qiymətləri 2-ci və 3-cü dünya ölkələri üçün olduqca baha sayılır. Ona görə də bazardakı digər ölkələr üçün olan boşluğu Çin brendləri doldurmağa başladı ki, məsələn, nəticəsini biz artıq öz ölkəmizdə görə bilirik ki, Changan, BYD və digər şirkətlər Azərbaycanda olduqca böyük satışlar əldə etməyə başladılar. Təbii ki, elektrikli avtomobillərdən danışarkən hibrid və plug-in hibrid avtomobillərini də unutmamaq vacibdir. Çünki belə deyək, yaşıl enerji keçidində hibrid və plug-in hibrid çox önəmli rol oynayır. Bu nəyə görə vacibdir? Çünki bir çox insanlar elektrikli avtomobilə keçməmişdən öncə tərəddüd edirlər. Çünki elektrikli avtomobillərin müəyyən qeyri-müəyyənlikləri var ki, bu gedəcəyi belə şarjın ömrü, məsafə, şarj infrastrukturu və s. ilə bağlıdır. Lakin hibrid və plug-in hibrid avtomobillərində bu problem olmadığı üçün, çünki elektrik bitdiyi zaman yanacaqdan, yəni ənənəvi yanacaqdan istifadə edə bildiyi üçün bu problem yoxdur və qənaətcil olduğu üçün də müştərilərin bir çox hissəsi hələ də hibrid və plug-in hibrid avtomobillərinə üstünlük verir. Xüsusilə də Amerika, Avropa bazarına və Yaponiya bazarına baxsaq, hansı ki çox böyük avtomobil bazarlarıdır,
Burada Toyota'nın, Honda'nın və digər brendlərin hibrid üzərində çox böyük satışlar hələ də əldə etdiyini görürük ki, hələ də elektrikli avtomobillərə nisbətən çox yüksək mövqedədirlər. Yaşıl enerjiyə keçidlə bağlı olaraq Avropa və Amerikada emissiya standartları sərtləşdikcə hibridlərin də işi çətinləşəcək. Çünki hibrid avtomobillərin özünün də emissiyalarını daha aşağı çəkməyi tələb olunur. Bu bazarda təbii ki, inkişaf gedir. Hibrid avtomobillər hər yeni çıxan modellər daha da qənaətcil olur. Amma düşünürəm ki, müəyyən bir nöqtədən sonra xüsusilə də Avropada hibrid avtomobillərin satışı çətinləşəcəkdir və məcburən firmalar tamamilə saf elektrikli avtomobillərə keçid edəcəkdir. Elektrikli avtomobil istehsalçılarından və istehlakçılarından danışarkən buradakı çətinliklərdən də danışmaq vacibdir. Çünki bu sahə yeni və qeyri-müəyyən olduğu üçün burada gözlənilməz çətinliklər və fərqlər yaranır. İstehsalçılar üçün bunlar nələrdir? Elektrikli avtomobillərin komponentləri tamamilə fərqli materiallardan hazırlanır. İngiliscə rare earth elements dediyimiz, yəni az tapılan minerallar və metallardandır ki, Avropa və Amerikada bu metalların istehsalı, çıxarılması, mədənləri həm məhdud, həm də baha başa gəldiyi üçün bu məsələdə digər ölkələrə uduzurlar. Xüsusən Çində çox böyük litium və digər metalların yataqları var ki, onları ucuz formada istismar edərək avtomobillərini daha ucuz formada ərsəyə gətirə bilir və rəqabətdə üstünlük yaradır. Əsasən Amerika və Avropa brendlərinin çətinliyi bundan ibarətdir. İstehlakçılar üçün isə çətinliklər əsasən şarj infrastrukturu, avtomobillərin keyfiyyətinin hələ ki qeyri-müəyyən olması və texniki baxım məsələləridir ki, bu avtomobillər müvafiq ölkəyə çox sürətlə gəldikcə onlar üçün infrastruktur və texniki baxım imkanları o sürətlə ayaqlaşmayanda müştərilər üçün ciddi problemlər yarada bilər. Azərbaycandakı elektrikli avtomobil bazarından danışarkən isə əvvəldə dediyimiz kimi hökumətin elektrik və hibrid avtomobilləri ilə bağlı 3+3 illik endirimini vurğulamaq lazımdır ki, düşünürəm ki, bu elektrikli avtomobil və hibrid avtomobillərin ölkəyə gətirilməsində əsas stimullardan biri oldu. Nəzərə almaq lazımdır ki, hal-hazırki gömrük siyasəti dünyadakı ən belə deyək, ucuz və sərfəli gömrük siyasətlərindən biridir və insanları ənənəvi yanacaqla olan avtomobillər yerinə hibrid və plug-in hibrid, həm də elektrikli avtomobil almağa həvəsləndirir və bunun nəticəsini də bazarda biz hal-hazırda görürük. Düşünürəm ki, 2025-in sonuna qədər bu tendensiya davam edəcək və 2025-in sonundan sonra, yəni 2026-cı ildən hökumətin siyasətini hansı formada edəcəyindən asılı olaraq elektrikli avtomobil bazarı bundan sonra da arta və yaxud da dayana bilər. Yəni burada əsas məsələ dediyim kimi 2025-in sonundan sonra, yəni 2026-nın yanvarın 1-də ortaya çıxacaq və yenilənəcək gömrük siyasəti ilə çox bağlıdır.